Oğlaq Bürcü 20 Mart 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün sakit qalmaq və hadisələrə tələsmədən yanaşmaq daha faydalı olacaq. Günün əvvəlində bəzi işlər və ya düşüncələr biraz qarışıq görünə bilər, amma hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha doğru seçimdir. Özünü çox yükləmədən sadəcə qarşında olanı yerinə yetirmək günün daha rahat keçməsinə kömək edəcək. Daxili hisslərin sənə hansı istiqamətdə davam etməli olduğunu sakit şəkildə xatırladacaq. İnsanlarla münasibətlərdə biraz daha anlayışlı və səbirli olmaq ön plana çıxır. Bəzən hər şeyi içində saxlamaq səni yorur, buna görə də fikirlərini yumşaq və qırmadan ifadə etmək daha yaxşı nəticə verə bilər. Kiçik anlaşılmazlıqlar olsa belə bunları böyütmədən həll etmək mümkündür. Yaxın çevrəndən gələn diqqət və səmimiyyət səni ruhən rahatladacaq və özünü daha güvənli hiss etməyinə səbəb olacaq. Bugün bir qədər dayanıb düşünmək, son zamanlarda baş verənləri gözdən keçirmək üçün də uyğun zamandır. Hansı mövzuların səni irəli apardığını, hansılarının isə artıq sənə lazım olmadığını anlamaq daha aydın olacaq. Bəzi şeyləri buraxmaq çətin görünsə də, bu sənə daxili yüngüllük gətirə bilər. Özünə qarşı biraz daha yumşaq olmağın və hər şeyi dərhal dəyişmək istəməməyin faydasını hiss edəcəksən. Günün ümumi enerjisi sakit və sabitdir. Öz ritmini qorumaq, özünü başqaları ilə müqayisə etməmək və hər şeyi zamanına buraxmaq daxili tarazlığını artıracaq. Axşam saatlarında isə daha çox rahatlamaq və özünə vaxt ayırmaq istəyi arta bilər. Bugünün mesajı: səbirli ol, özünü çox sıxma və hər şeyin tədricən yerinə oturmasına imkan ver. Dolça Bürcü 20 Mart 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün bir qədər yavaşlamaq və hadisələrin axarını müşahidə etmək daha doğru olacaq. Planladığın bəzi şeylər istədiyin kimi getməyə bilər və bu, səni qısa müddətlik narahat edə bilər. Amma günün enerjisi sənə göstərir ki, hər şeyə nəzarət etməyə çalışmaq əvəzinə biraz rahat buraxmaq daha yaxşı nəticə verə bilər. Tələsmədən addımlarını hiss edərək atmaq gününü daha yüngül edəcək. İnsanlarla münasibətlərdə ani söhbətlər və gözlənilməz mövzular gündəmə gələ bilər. Bu hallarda sərt və ya kəskin reaksiya vermək əvəzinə biraz geri çəkilib dinləmək daha faydalı olacaq. Bəzən sadəcə qarşı tərəfi anlamağa çalışmaq belə münasibətlərdə böyük fərq yaradır. Səmimi və təbii davranışların ətrafındakı insanlarla bağlarını daha da gücləndirə bilər. Bugün eyni zamanda öz daxilinə yönəlmək üçün yaxşı zamandır. Son vaxtlar səni düşündürən mövzulara sakit şəkildə baxmaq, hisslərini anlamağa çalışmaq sənə aydınlıq gətirə bilər. Bəzi sualların cavabını kənarda axtarmaqdansa, öz içində tapmağa daha yaxın olacaqsan. Biraz tək qalmaq və düşünmək sənə yaxşı təsir edəcək. Günün ikinci yarısında özünü daha rahat hiss etməyə başlayacaqsan. Sanki hər şey yavaş-yavaş yerinə oturur və içindəki gərginlik azalır. Özünə kiçik fasilələr vermək, sevdiyin bir işlə məşğul olmaq və ya sadəcə dincəlmək günün enerjisini daha balanslı yaşamağa kömək edəcək. Bugünün mesajı: hər şeyin dərhal həll olunmasını gözləmə, bəzən zaman ən doğru cavabı özü gətirir. Balıq Bürcü 20 Mart 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər biraz daha dərin və güclü ola bilər. Gün ərzində həm öz düşüncələrin, həm də ətrafdan gələn təsirlər səni daha həssas edə bilər. Bu halı zəiflik kimi yox, əksinə özünü daha yaxşı anlamaq üçün bir fürsət kimi görmək faydalıdır. Daxili səsinə qulaq asdıqca hansı istiqamətdə getmək istədiyini daha aydın hiss edəcəksən. Günün əvvəlində biraz dalğınlıq və ya diqqət dağınıqlığı hiss edə bilərsən. Buna görə də özünü çox yükləməmək və hər şeyi eyni anda etməyə çalışmamaq daha yaxşıdır. Kiçik və sadə işlərlə başlamaq səni yormayacaq və günün ritminə uyğunlaşmağı asanlaşdıracaq. İnsanlarla münasibətlərdə isə duyğusal anlar ön planda ola bilər. Yaxınlarınla daha dərin söhbətlər etmək istəyi yarana bilər və bu, münasibətləri daha da yaxınlaşdıracaq. Ancaq eyni zamanda hər deyilən sözü ürəyinə salmamağa çalışmaq vacibdir. Hər kəsin öz halı və düşüncəsi olduğunu unutmamaq səni lazımsız incikliklərdən qoruyacaq.
Bugün yaradıcılıq tələb edən işlər, musiqi, yazı və ya sadəcə xəyallara dalmaq sənə yaxşı təsir edə bilər. Biraz öz dünyanı çəkilmək və sevdiyin şeylərlə məşğul olmaq daxili rahatlığını artıracaq. Axşam saatlarında isə özünü daha sakit və toparlanmış hiss edəcəksən. Bugünün mesajı: hisslərini qəbul et, amma onların səni idarə etməsinə icazə vermə. Qoç bürcü 20 mart 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji və hərəkət istəyi kifayət qədər yüksək olacaq. Günə sürətli başlamaq, bir çox işi eyni anda görmək istəyi yarana bilər. Amma tələskənlik bəzi xırda səhvlərə səbəb ola bilər, buna görə də biraz dayanıb plan qurmaq daha faydalıdır. Addımlarını düşünərək atdıqca həm vaxtına qənaət edəcəksən, həm də nəticələrdən daha razı qalacaqsan. Günün ilk yarısında bəzi planlarda dəyişiklik və ya gözlənilməz gecikmələr ola bilər. Bu vəziyyət səni qıcıqlandıra bilər, amma unutma ki, hər şeyə nəzarət etmək mümkün deyil. Biraz daha rahat yanaşmaq və vəziyyətə uyğunlaşmaq günün gedişini xeyrinə dəyişə bilər. Bəzən planların dəyişməsi səni daha yaxşı bir istiqamətə yönəldə bilər. İnsanlarla münasibətlərdə isə diqqətli olmaq vacibdir. Sözlərini düşünmədən demək qarşı tərəfdə anlaşılmazlıq yarada bilər. Öz fikrini bildirməkdən çəkinmə, amma bunu daha yumşaq və ölçülü şəkildə etmək münasibətləri qorumağa kömək edəcək. Sakit danışıq və qarşı tərəfi dinləmək gün ərzində gərginliyin qarşısını ala bilər. Bugün enerjini düzgün istifadə etmək də önəmlidir. Hərəkətdə olmaq, gəzmək və ya fiziki aktivlik səni həm ruhən, həm də fiziki olaraq rahatladacaq. Gün ərzində qısa fasilələr vermək və özünü çox yormamaq da vacibdir. Axşam saatlarına doğru isə özünü daha yüngül və rahat hiss edəcəksən. Ümumilikdə gün sənə öyrədir ki, hər şey sürətlə deyil, doğru şəkildə edildikdə daha yaxşı nəticə verir. Özünü sıxmaq əvəzinə enerjini tarazlı şəkildə yönləndirmək daha uğurlu olacaq. Bugünün mesajı: tələsmək əvəzinə nə etdiyini hiss et və addımlarını daha diqqətlə at. Boğa bürcü 20 mart 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sabit qalmaq və öz tempini qorumaq önəmli olacaq. Ətrafda baş verən bəzi dəyişikliklər səni narahat edə bilər, amma hər şeyə dərhal reaksiya vermək əvəzinə biraz gözləmək daha yaxşı nəticə verəcək. Gün sənə göstərir ki, bəzən sadəcə dayanmaq və vəziyyəti izləmək ən doğru addımdır. Günün əvvəlində özünü biraz yorğun və ya həvəssiz hiss edə bilərsən. Bu hal keçicidir, ona görə də özünü məcbur etmədən yavaş-yavaş günə uyğunlaşmaq kifayətdir. Kiçik işlərlə başlamaq və özünü çox yükləməmək günün daha rahat keçməsinə kömək edəcək. İnsanlarla münasibətlərdə isə isti və səmimi anlar ön planda ola bilər. Yaxınlarınla vaxt keçirmək, sadə söhbətlər etmək sənə yaxşı təsir edəcək. Amma eyni zamanda bəzi mövzularda inadkarlıq etməmək vacibdir. Qarşı tərəfin fikirlərini də qəbul etmək münasibətləri daha balanslı saxlayacaq. Bugün həm də özünə qayğı göstərmək üçün uyğun zamandır. Sevdiyin yeməyi yemək, rahat bir mühitdə olmaq və ya sadəcə dincəlmək sənə yaxşı gələcək. Özünə ayırdığın kiçik vaxt belə ruhunu yüngülləşdirə bilər. Günün sonuna doğru daha sakit və rahat bir hiss yaranacaq. Hər şeyin tədricən yoluna düşdüyünü hiss edəcəksən və bu da sənə daxili güvən verəcək. Bugünün mesajı: hər şeyi tələsdirmə, sakit qalanda həyat özü sənə uyğunlaşır. Əkizlər bürcü 20 mart 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün fikir və düşüncələrin sürətlə dəyişə bilər. Sanki gün ərzində baş verən kiçik detallar belə diqqətini çəkəcək və bir-birini izləyən fikirlər səni məşğul edəcək. Buna görə də günün əvvəlində biraz sakitləşmək və nəyə diqqət yetirmək istədiyini seçmək faydalı olacaq. Hər şeyi eyni anda etməyə çalışmaq əvəzinə prioritetlərini müəyyənləşdirmək sənin üçün daha rahat olacaq. İnsanlarla ünsiyyətdə isə maraqlı və gözlənilməz söhbətlər gündəmə gələ bilər. Yeni tanışlıqlar və ya köhnə dostlarla əlaqə gününü canlı edəcək. Amma sözlərinə diqqət etmək vacibdir, bəzən düşüncəsiz ifadələr anlaşılmazlığa səbəb ola bilər.
Sakit və açıq ünsiyyət həm fikirlərini izah etməyə, həm də qarşı tərəfi anlamağa kömək edəcək. Bugün həm də özünü yenidən təşkil etmək və düşüncələrini düzənləmək üçün əlverişli zamandır. Yazmaq, plan qurmaq və ya sadəcə fikirlərini sətir-sətir gözdən keçirmək səni sakitləşdirəcək. Hisslərini paylaşmaq üçün yaxın birinə vaxt ayırmaq da faydalı ola bilər. Günün ikinci yarısında enerjin nisbətən stabilləşəcək və axşam saatlarında daha rahat bir hiss yaranacaq. Bu, səni həm gündəlik işləri tamamlamada, həm də özünü yaxşı hiss etməkdə dəstəkləyəcək. Bugünün mesajı: fikirlərini çox dolaşdırma, sakitləş, diqqətini önəmli olanlara yönəlt və hər şeyin yavaş-yavaş yoluna düşməsinə icazə ver. Xərçəng bürcü 20 mart 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün duyğular biraz daha ön plana çıxacaq və ətrafdakı enerjini daha dərindən hiss edə bilərsən. Günün əvvəlində kiçik narahatlıqlar və ya gözlənilməz vəziyyətlər olsa da, sakit qalmaq və hər şeyin axarına buraxmaq vəziyyətə daha yaxşı uyğunlaşmağa kömək edəcək. Öz hiss səsinə qulaq asmaq və hisslərinə güvənmək günün ritmini daha yumşaq edəcək. Tələsmədən addım-addım irəliləmək sənə daha çox rahatlıq verəcək. İnsanlarla münasibətlərdə empati və anlayış ön planda olacaq. Yaxınlarınla keçirdiyin söhbətlər, hətta sadə gündəlik dialoqlar belə sənin üçün dəyərli ola bilər. Kiçik fikir ayrılıqları yaransa da, sakit və yumşaq yanaşmaq problemlərin böyüməsinin qarşısını alacaq. Qarşı tərəfi dinləmək və sözləri diqqətlə seçmək münasibətləri daha da möhkəmləndirəcək. Bugün həm də özünlə biraz tək qalmaq, düşünmək və özünü anlamaq üçün əlverişlidir. Keçmişdə baş verənləri gözdən keçirmək, hansı mövzulara diqqət yetirmək, hansılarından isə uzaqlaşmaq lazım olduğunu düşünmək ruhuna yüngüllük gətirəcək. Həmçinin sevdiyin işlərlə məşğul olmaq, musiqi dinləmək və ya sadəcə sakitlik içində olmaq daxili tarazlığını qorumağa yardımcı olacaq. Günün ikinci yarısında enerji daha sabit və rahat olacaq. Öz ritmini qorumaq, ətrafdakı təzyiqlərə tələsmədən yanaşmaq və hər şeyi tədricən həll etmək sənə əlavə rahatlıq verəcək. Axşam saatlarında isə sanki hər şey yerinə oturur və günün sonunda özünü daha yüngül və tarazlanmış hiss edəcəksən. Bugünün mesajı: hisslərini dinləmək gücləndirir, amma onları sakitlik və düşüncə ilə yönləndirmək hər şeyi daha asan edir. Şir bürcü 20 mart 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət özünü göstərmək və istədiklərini aydın ifadə etməkdə olacaq. Sənin enerjin yüksəkdir və ətrafındakı insanlar da bunu hiss edə bilər. Amma gün ərzində hər şeyi bir anda əldə etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha faydalı olacaq. Sakit və ölçülü hərəkət etməklə həm diqqəti cəlb edə bilərsən, həm də nəticələrdən razı qalarsan. İnsanlarla ünsiyyətdə günün əvvəlində maraqlı söhbətlər və kiçik anlaşılmazlıqlar ola bilər. Bu anlarda sözlərini diqqətlə seçmək və qarşı tərəfi dinləmək münasibətlərin harmoniya ilə davam etməsinə kömək edəcək. Səmimi və açıq davranmaq həm dostluqları gücləndirəcək, həm də qarşılıqlı anlaşmanı artıracaq. Bugün həmçinin öz düşüncələrinə və hisslərinə yönəlmək üçün yaxşı zamandır. Gün ərzində baş verənləri biraz geri çəkilib qiymətləndirmək, nəyi davam etdirmək, nəyi buraxmaq lazım olduğunu görmək sənə rahatlıq gətirəcək. Özünə qısa fasilələr vermək, sevdiyin bir işlə məşğul olmaq və ya sadəcə sakit anlar yaratmaq daxili balansını qorumağa yardımcı olacaq. Günün ikinci yarısında enerji daha stabilləşəcək və axşam saatlarına doğru özünü daha rahat və rahatlamış hiss edəcəksən. Kiçik addımlar və ölçülü hərəkətlər günün gedişini daha müsbət edəcək. Bugünün mesajı: parla, amma tələsmə, diqqətli addımlar sənin üçün daha davamlı nəticələr gətirəcək. Qız bürcü 20 mart 2026 Qız bürcünün günlük proqnozu. Qızlar üçün gün düşüncələrlə və öz iç dünyasını anlamaqla dolu ola bilər. Öz hisslərinə və düşüncələrinə diqqət yetirmək, hansı mövzulara daha çox enerji sərf etmək istədiyini müəyyənləşdirmək faydalı olacaq. Hər şeyi birdən həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha rahat və sakit bir hiss yaradacaq. Sadə və ölçülü addımlar sənə daha çox rahatlıq gətirəcək. İnsanlarla münasibətlərdə anlayış və yumşaqlıq önəmli olacaq.
Qarşı tərəfi diqqətlə dinləmək, sözləri seçərək ifadə etmək, kiçik anlaşılmazlıqların böyüməsinin qarşısını alacaq. Səmimi və açıq ünsiyyət əlaqələri möhkəmləndirəcək və sənə daha çox güvən hissi verəcək. Yaxın çevrəndən gələn diqqət və dəstək ruhunu yüngülləşdirəcək. Özünə vaxt ayırmaq və tək qalmaq üçün anlar yaratmaq da faydalıdır. Keçmişdə baş verənləri gözdən keçirmək, hansı məsələləri davam etdirmək, hansılarından isə uzaqlaşmaq lazım olduğunu anlamaq daxili rahatlıq gətirəcək. Sakit və dinc bir mühitdə düşünmək və sevdiyin işlərlə məşğul olmaq enerjini yeniləyəcək. Gündəlik addımlarını ölçülü və planlı şəkildə atmaq, hərəkətlərində tarazlığı qorumaq həm özünü yaxşı hiss etməyə, həm də qarşılıqlı münasibətləri müsbət saxlamağa kömək edəcək. Bugünün mesajı: öz ritminə sadiq qal, kiçik addımlarla irəlilə və hər şeyin tədricən yoluna düşməsinə imkan ver. Tərəzi bürcü 20 mart 2026 Tərəzi bürcünün günlük proqnozu. Tərəzilər üçün gün ümumilikdə balans və sakitlik üzərində qurula bilər. Fikir və duyğuların bir-birinə qarışa biləcəyi bir gün olsa da, diqqətini nəzarət edə bildiyin işlərə yönəltmək faydalıdır. Hər şeyi bir anda etməyə çalışmaq əvəzinə addımlarını düşünərək atmaq daha rahat və nizamlı hiss yaradacaq. Öz ritmini qorumaq və hərəkətlərini ölçülü etmək günün enerjisini daha stabilləşdirəcək. İnsanlarla münasibətlərdə empati və anlayış önəmli olacaq. Qarşı tərəfi diqqətlə dinləmək, sözləri yumşaq və açıq şəkildə ifadə etmək əlaqələri möhkəmləndirəcək. Kiçik anlaşılmazlıqlar olsa da, sakit yanaşmaq və qarşılıqlı hörmət göstərmək münasibətlərin daha davamlı olmasına yardım edəcək. Yaxın çevrəndən gələn diqqət və səmimi sözlər ruhunu rahatladacaq və özünü daha güvənli hiss etməyə imkan verəcək. Özünə tək vaxt ayırmaq, düşüncələrini toplamaq və nə istədiyini anlamaq da günün vacib tərəflərindəndir. Keçmişdə baş verənləri qiymətləndirmək, hansı mövzuların artıq sənə fayda vermədiyini görmək və lazımsız yükləri buraxmaq daxili rahatlıq gətirəcək. Sakit bir mühitdə sevdiyin işlərlə məşğul olmaq, kitab oxumaq və ya sadəcə öz düşüncələrinə vaxt ayırmaq enerjini bərpa edəcək. Gündəlik işlərdə ölçülü və planlı olmaq, hərəkətlərində tarazlığı qorumaq həm daxili sakitliyi artıracaq, həm də qarşılıqlı münasibətləri daha müsbət edəcək. Həmçinin səmimi söhbətlər və kiçik anlaşmalar gün ərzində əlaqələrini möhkəmləndirəcək və özünü daha rahat hiss etməyinə səbəb olacaq. Bugünün mesajı: tarazlığı qorumağa çalış, söz və addımlarını diqqətlə seç və hər şeyin sakitcə yoluna düşməsinə imkan ver. Əqrəb bürcü 20 mart 2026 Əqrəb bürcünün günlük proqnozu. Əqrəblər üçün gün daxili düşüncələr və hisslərlə bağlı ola bilər. Özünü dinləmək, nəyi vacib saydığını anlamaq və diqqətini önəmli məsələlərə yönəltmək faydalı olacaq. Addımlarını tələsmədən atmaq və hər şeyi bir anda həll etməyə çalışmamaq günün ritmini daha sakit və nizamlı edəcək. Özünü dinləmək və ölçülü hərəkət etmək daxili rahatlıq hissi yaradacaq. İnsanlarla münasibətlərdə diqqət və anlayış ön planda olacaq. Qarşı tərəfi dinləmək, sözləri açıq və incə seçmək münasibətlərin möhkəmlənməsinə kömək edəcək. Kiçik fikir ayrılıqları olsa da, sakit və səmimi yanaşmaq gərginliyi azaldacaq. Yaxın çevrəndən gələn dəstək və səmimi diqqət ruhunu yüngülləşdirəcək və özünü daha rahat hiss etməyə imkan verəcək. Özünə tək vaxt ayırmaq, düşüncələrini toplamaq və keçmişdə baş verənləri gözdən keçirmək də faydalıdır. Hisslərini sakitcə qiymətləndirmək və lazım olmayan yükləri buraxmaq daxili tarazlığı qoruyacaq. Sevdiyin işlərlə məşğul olmaq və ya sakit bir mühitdə vaxt keçirmək enerjini bərpa edəcək. Hərəkətlərində ölçülü olmaq, planlı addımlar atmaq həm daxili sakitliyi təmin edəcək, həm də qarşılıqlı münasibətlərin harmoniyasını gücləndirəcək. Səmimi və diqqətli yanaşma günün gedişini daha yüngül və rahat edəcək. Bugünün mesajı: hisslərini dinləmək gücləndirir, amma onları ölçülü və diqqətli şəkildə ifadə etmək daha çox fayda gətirir. Oxatan bürcü 20 mart 2026 Oxatan bürcünün günlük proqnozu. Oxatanlar üçün gün yeni ideyalara və fərqli baxış bucaqlarına açıq olmaqla keçə bilər.
Maraqlarını genişləndirmək, öyrənmək, fərqli mövzuları dəyərləndirmək və yeni təcrübələrə diqqət yetirmək sənə enerji və ruh rahatlığı verəcək. Addımlarını düşünərək atmaq, hər şeyi bir anda həll etməyə çalışmamaq günün ritmini daha sakit və harmonik edəcək. Özünü çox yükləmədən diqqətini önəmli və faydalı işlərə yönəltmək rahatlıq hissini artıracaq və günün axarını nizamlayacaq. İnsanlarla ünsiyyətdə səmimiyyət və açıq fikirli olmaq önəm daşıyır. Qarşı tərəfi diqqətlə dinləmək, sözləri ölçülü seçmək və lazım olduqda yumşaq şəkildə ifadə etmək anlaşılmazlıqların qarşısını alacaq. Kiçik fikir ayrılıqları olsa da sakit və anlayışlı yanaşmaq münasibətləri möhkəmləndirəcək. Yaxınlarınla keçirdiyin səmimi anlar ruhunu yüngülləşdirəcək, özünü daha güvənli hiss etməyinə imkan yaradacaq. Özünə tək vaxt ayırmaq, düşüncələrini toplamaq və gələcək barədə sakitcə planlar qurmaq da faydalıdır. Keçmişdə baş verənləri gözdən keçirmək, hansı mövzulara diqqət yetirmək və hansılarını buraxmaq lazım olduğunu anlamaq daxili rahatlıq gətirəcək. Sakit bir mühitdə sevdiyin işlərlə məşğul olmaq, kitab oxumaq və ya yalnız öz dünyana çəkilmək enerjini bərpa edəcək. Hərəkətlərini ölçülü və planlı şəkildə qurmaq, qarşılıqlı münasibətlərdə tarazlığı qorumaq həm daxili sakitliyi təmin edəcək, həm də əlaqələri daha müsbət və dərin edəcək. Səmimi dialoqlar, diqqətli addımlar və kiçik anlarda diqqət yetirmək günün keyfiyyətini artıracaq və özünü daha balanslı hiss etməyinə səbəb olacaq. Bugünün mesajı: yeni ideyalara açıq ol, addımlarını diqqətlə at və hər şeyi tədricən irəliləməyə burax. Balans və rahatlıq özü səninlə olacaq.